Azərbaycanda skuter sürmək niyə bu qədər çətindir? Nə üçün mən hər dəfə skuterə minəndə sadəcə bir yerdən başqa bir yerə getmirəm? Sanki hər an həyatda qalma mübarizəsi verirəm. Səbəb məncə mən deyiləm. Pis sürdüyümə görə də deyil. Çünki mən bu skuterləri Avropanın bir çox ölkəsində, müxtəlif şəhərlərində sürmüşəm. Gecə saat 2-də sürmüşəm, günorta istində sürmüşəm, çay qırağında sürmüşəm, amma heç birində özümü Bakıda kimi təhlükədə hiss eləməmişəm. Bəs bizdə problem nədir? Kimi dindirsən bu sualın cavabı belə olacaq. Təhlükəni skuter sürənlər yaradır. Özlərini maşın yoluna atırlar, piyadaların üstünə sürürlər və s. Bəli, bu adamlar maşın yolunda sürəndə sürücülərə mane olur. Səkidə sürəndə də piyadalar üçün təhlükə yaradır. O cür düşünənlərdən biri də keçən dəfə qabağıma bir video tutdu. Biraz da onunla bağlı şəxsi fikirlərimi deyim, daha sonra davam edeyim. Bir xanım Cavan TV kanalında, gəlin ilk öncə o videonu izləyək. Skuterdə hara, necə istəsələr gedə bilərlər. Yolun əks istiqamətində sürürlər, hardan gəldi yola çıxırlar. Üstəlik kirayə elədikləri skuterin enerjisi bitəndə hara gəldi atıb gedirlər. Hər tərəfli ziyan vururlar. Həm vəhşi kimi sürürlər, həm də qaydalara riayət eləmirlər. Mən gördüyünüz kimi xanım əslində fikirlərində səhv deyil. Mən tamamilə ona qatılıram. Amma bu cür skuter sürənlərdə günahı axtarmaq məncə bir qədər də haqsızlıqdır. Çünki az öncə dediyim məsələlər var. Zolaqlar salınmayıb. İnfrastruktur buna uyğun deyil və xidmət təklif olunurmu? Olunur. Deməli onda bu insanlar bu yolu sürməlidir. Və bizim yoldakı nəqliyyat, yol infrastrukturu da onsuz da buna uyğun deyil ki, bu insanlar düz sürsünlər, rahat sürsünlər, belə tərtəmiz sürsünlər. Onsuz da heç kim adi maşını belə normal sürmürlər ki, nəinki qaldı, yəni o cür skuteri. Əslində skuterlər dediyimiz şeylər bu yolun ortası ilə getməməlidir. Bunu birinci başa düşməliyik. Yəni okey, proaktivdən çıxırlar, səkidə saxlayırlar, camaatın üstünə çıxırlar. Qardaş, bunların öz yolu olmalıdır və bunlar o yollarla sürməlidirlər, başa düşürsüz? Yəni skuterlər ən azından səki ilə gedirsə belə, o səkidə belə velosiped yolu olmalıdır. Necə ki Avropada var. Necə ki bu təklif varsa, bunun üçün bir yol da hazırlamalısınız. Ondan sonra qınayın skuter sürənləri. Bu skuter təklifini onda yığışdırın ümumiyyətlə. Skuterləri yığışdırın ümumiyyətlə. Əgər bu təklifi verirsə, onda bu insanlara da uyğun bir yol cızmalısınız. Yəni ona görə bu cür tənqidlər mənə mənasız gəlir. Birazdan mən də tənqid eləyəcəm bu fikirlərlə bağlı. Mən də danışacağam, düzdür. Amma yəni bunu deyəndə onu da demək lazımdır. Onu deyəndə bunu da demək lazımdır ki, haqsızlıq olmasın skuter sürənlərə mənim filmcə. Gəlin düzün danışaq. Skuter əslində həyatımızı çox rahatlaşdıran bir nəqliyyat vasitəsidir. Mən özüm də son zamanlarda skuterdən tez-tez istifadə edirəm. Məsələn, işdən qısa müddətli çıxıb harasa təcil getmək lazımsa, inanılmaz vaxt qazandırır mənə. Əl çatandır, şəhərin hər küncündə var. Tətbiqi açırsan və sürürsən. Vaxt baxımından mükəmməldir. Amma rahatlıq təkcə vaxtla da bitmir axı. Skuteri götürürsən, amma müəyyən bir nöqtəyə qədər gedə bilirsən. Çünki velosiped zolaqları çox həddindən artıq qısıtlıdır. Əsas problem də budur. Deyirlər ki, piyada səkisində sürür, maşın yolunda sürür, əks istiqamətdən, yəni proaktivdən gəlir. Qardaşım, əzizim, gözəl insanlar, zaten zolaq olmayanda maşın yolunda sürmək təhlükəlidir. Sürücü arxadan gələn maşını görmədiyi üçün özünü qorumaq instinkti ilə məcbur qalıb qarşıdan gələn hərəkət istiqamətinə çıxır ki, ən azından üstünə gələn maşını görə bilsin. Şəhərdə bu xidmət varsa və bu insan pul veribsə və tələsirsə, deməli o zolaq şəhərin bütün ana yollarına inteqrasiya olunmalı. Yaxşı düşünək və düşünək ki, bu zolaq problemi həll elədik. Zolaqlar çəkildi. Müəyyən bir dönəmdən sonra vaxt lazım idi və o vaxtı verdik və o zolaqlar çəkildi. Mən də şəxsi skuterimi götürdüm. 28 maydan çıxdım Gənclik mola, oradan Tbilisi prospektinə, oradan 20 yanvara, hətta oradan da Xırdalına qədər rahat və təhlükəsiz şəkildə velosiped zolağımdan getdim. Əla, möhtəşəm, çox xoşbəxtəm. Amma bununla iş bitirmi? Yox. İndi keçək növbəti əsas problemlərə. Yolların və səkilərin buna uyğunluğuna. Biz bu skuterlər təkcə düz yolda getmirik. Yolda keçməliyik, səkidə çıxmalıyıq. Bəs bizim səkilər, piyada keçidləri buna nə dərəcədə hazırdır? Bu tək skuter sürənlərin problemi deyil. Uşaq arabası ilə gəzən analar, əl arabasında olan insanlar da eyni problemləri yaşayır məncə. Əgər biz Avropadan skuter və velosiped mədəniyyətini götürürüksə, infrastruktur konsepsiyasına bütöv götürməliyik. Yarımçıq yox. Multimodal nəqliyyat. Bugün ondan danışmaq istəyirəm. Avropada çox sadə və rahat bir sistemdir. Metroya, qatara minirsən, vaqonlarda skuter və velosipedlər üçün xüsusi boş sahələr var. Məsələn, mən 28 maydan Neftçilər stansiyasına gedirəm. Neftçilər stansiyasından çıxıb evimə də 1-2 kilometr skuterə getmək istəyirəm. Bunu gətirsələr, əslində bu skuter daha yararlı olacaq və məncə tıxac problemində, maşınlardakı tıxac problemində müəyyən qədər azaltmağa kömək olacaq. Niyə bizdə ictimai nəqliyyat mikromobillik vasitələrinə qapalı olmalıdır? Bu inteqrasiya hökmən tam şəkildə olmalıdır. Əgər kimisə qınayırıqsa. Və ən sevimli mövzum, yoldakı yamalar. Skuter sürərkən özümü nəqliyyat vasitəsində deyil, sanki şahmat oynayırmış kimi hiss edirəm. Sağa qaç, sola qaç, yamaya düşmə, qapağa
dağa çırpılma, lüka düşmə. İnanın, o yamalara düşməmək üçün manevr eləməkdən insan bir təhər olur. Bu yamalar məsələsi tək skuterin yox, ümumiyyətlə maşın yollarının da böyük bir bəlasıdır. Buna gələcəkdə ayrıca bir video çəkəcəm. Onun öz yeri var, onun öz vaxtı var. Amma skuter balaca təkərli olduğu üçün o yama maşın üçün sadəcə silkələnməkdirsə, skuter sürən üçün isə birbaşa yıxılıb bəlkə də ölməkdir. Yaxşı infrastrukturdan, yollardan, yamalardan danışdıq. İndi isə gəlin bir anlıq obyektiv olaq və iynəni biraz da özümüzə batıraq. Yəni skuter sürənlərə. Hər şeyi maşın sürücülərinin üstünə atmaq insafdan olmaz və ya infrastrukturun üstünə atmaq düzgün olmaz. Gəlin düzün deyək, bizim ölkənin avtomobil sürücüləri hətta bəzi qonşu ölkələrlə müqayisədə skuter, velosipedə və piyadaya qarşı daha diqqətli və hörmətlidirlər. Bəli, istisnalar var, amma ümumilikdə yolda skuter görəndə məsafə saxlayıb yol verən, səbirli davranan sürücülərimiz çoxlu mənim qabağıma çıxıb. Mən şəxsən öz adımdan bu cür mədəni və diqqətli avtomobil sürücülərinə təşəkkür edirəm. Çünki onlar olmasa bu infrastrukturla işimiz daha çətin olardı. Sürücülərə təşəkkür edək. İndi keçək skuter sürənlərə. Biz özümüz nə edirik? Biz hamımız infrastrukturdan şikayət edirik, amma özümüz qaydalara nə qədər əməl edirik? Gəlin bir neçə mənzərəyə baxaq. Ailəvi struktur turları. Cəmi 100-120 kiloqram çək götürmə olan balaca skuterların üstünə 2 sevgili, 3 ailə minənlər var. Bunları qınamıram, amma bu birbaşa sizin həyatınıza təhlükə yaradır. Eyni zamanda yıxılma şansınızı və yaxud da ətrafınızdakı insanları zədələmə vəziyyəti yaradır. Hər an aşma təhlükəsi yaradır və idarə etməni sıfıra endirir. İkincisi, dünyadan təcrid olunanlar mənim tez-tez qabağıma çıxır. Qulağında naushnik, son səs musiqi, gözü telefonda və yaxud da tamam başqa bir yerdə skuter sürənlər var. Yəni ancaq sola baxır düz gedir, ancaq sağa baxır düz gedir. Nə arxadan gələn maşının siqnalını eşidir, nə yanındakı piyadanı görür, heç nə. Üçüncüsü, skuter zibilxanası yaradanlar. Az öncəki videoda da dediyi kimi, skuteri tamamilə səkinin ortasına qoymaq, insanların gediş-gəlişinə mane olacaq yerlərdə skuteri ortalıqda bir yerə qoymağın, hətta aşırdıb yerə atmağın bir mədəni tərəfi və düzgün tərəfi, savunulacaq tərəfi yoxdur. Biz tələb edirik ki, bizə şərait yaradılsın. Yəni skuter sürənlərə şərait yaradılsın. Amma özümüz kaska taxırıq. Gecə vaxtı görünən geyim və ya işıqdan istifadə edirik. Çox vaxt xeyir. Mənə heç nə olmaz təfəkkürü ilə həm öz həyatımızı, həm də yoldakı başqa insanın həyatını riskə atırıq. Haqqımız olan zolağı tələb eləmək üçün əvvəlcə özümüzdə o zolaqda necə davranmalı olduğumuzu bilməliyik. Nəticə olaraq skuter şəhər nəqliyyatının gələcəyidir. Sürətli, ekoloji və rahat. Amma bu gələcəyin kabusa çevrilməməsi üçün həm şəhərin altyapısı bu vasitələrə hazır olmalı, həm də biz skuter sürənlər məsuliyyətimizi